Salam dostlar. Bugün kalon xromatografiyası haqqında məlumat verəcəm. Dostlar, bu üsul qarışıqları təmiz maddələrə ayırmaq üçün istifadə olunur. İş prinsipi belədir. Maddələr xüsusi bir borudan, yəni kalondan keçirilir. Bəzi maddələr borunun içindəki materiala daha bərk yapışır və yavaş hərəkət edir. Digərləri isə sürətlə keçib gedir və beləcə maddələrin rəngi təbəqələr şəklində bir-birindən ayrılır. Harda istifadə olunur? Peyvəndlərin hazırlanmasında, qida analizində, məsələn, ətin növünü yoxlamaq üçün və cinayət yerlərindəki izləri araşdırmasında istifadə edilir. Fraksiyalı disirlərin bu təcrübə isə biz bir-birinin içində həll olmuş mayeləri su, spirt və aseton ayırırıq. Bu üsul maddələrin qaynama temperaturlarının müxtəlif olmasına əsaslanır. Qarışığı qızdırdıqda qaynama nöqtəsi ən aşağı olan, məsələn, aseton birinci buxarlanır, sonra soyuducudan keçərək yenidən mayəyə çevrilir və ayrı qaba yığılır. Beləliklə biz mayələri növbə ilə bir-birindən tam təmiz şəkildə ayıra bilirik.